Əl-Ləyl, Gecə surəsi Məkkədə nazil olmuşdur. 21 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Vəl-leyli izə yəğşə. And olsun hər yeri zülmətə bürüməkdə olan gecəyə. وَالنَّهَارِ إِذَا تَجَلَّى. And olsun cilvələnməkdə olan gündüzə. وَمَا خَلَقَ الذَّكَرَ وَالْأُنْثَى. And olsun erkeği və dişini, Adəmi və Həvvanı, hər bir canlının erkeğini, dişisini və hər bir bitkinin erkeğini və dişisini yaradana ki, İnne sa'yakum leşettâ. Həqiqətən sizin səy və çalışmanız olduqca müxtəlifdir. Bəzən bəxşiş, təqva və təsdiq üçün, bəzən isə xəsislik, özünü Allaha möhtac bilməmək və təksib üçün çalışırsınız. فَأَمَّا مَنْ أَعْطَى وَاتَّقَى. Amma kim öz malından və var yoxundan Allah yolunda bəxş etsə və təqvalı olsa وَصَدَّقَ بِالْحُسْنَى. və Allahın vədlərini təsdiq etsə, فَسَنُيَسِّرُهُ لِلْيُسْرَى. biz onu tezliklə asan olan yola, iman və itaətə hazırlayarıq. Elə bir ruh yüksəlişi verərik ki, təqva yolunu getmək onun üçün rahat olar. وَأَمَّا مَنْ بَخِلَ وَاسْتَغْنَى. Amma kim xəsislik etsə və özünü Allaha və onun yardımına möhtac olmadığını sansa وَكَذَّبَ بِالْحُسْنَى. və ilahi vədləri təksib etsə, فَسَنُيَسِّرُهُ لِلْعُسْرَى. tezliklə onu çətin bir yola hazırlayarıq. Elə bir əhval-ruhiyyə verərik ki, təqva yolunu getmək ona çətin olar. وَمَا يُغْنِي عَنْهُ مَالُهُ إِذَا تَرَدَّى. Və bədbəxtlik uçurumuna, ya qəbir quyusuna, ya cəhənnəmin dibinə düşəcəyi zaman, mal dövlətinin ona heç bir faydası olmayacaq. İnne aleyna lelhuda. Şübhəsiz, insanları din hökmlərinə, dünyada Peyğəmbərin göstərişlərinə və sağlam ağla uyğun yaşamağa hidayət etmək bizim öhdəmizədir. Və innə lənə ləl-əxirətə vəl-ulə. Və şübhəsiz, axirətdə, dünyada, ilk yaradılan aləm və yox olduqdan sonra yenidən qaytarılan aləm bizə məxsusdur və bizim iradəmizə tabidir. فَأَنذَرْتُكُمْ نَارًا تَلَظَّى. Beləliklə, mən sizi şölələnən oddan çəkindirdim. لَا يَصْلَاهَا إِلَّا الْأَشْقَى. Ora yalnız ən azğın kafir girər və yanar. الَّذِي كَذَّبَ وَتَوَلَّى. O kəs ki, dünyada kafir oldu və Peyğəmbərlərin dəvətini təksib etdi və ondan üç çevirdi. وَسَيُجَنَّبُهَا الْأَتْقَى. Tezliklə ən təqvalı şəxslər ondan uzaqlaşdırılacaq, nicat tapacaq. Amma ən təqvalı olmayanlar, bir də ən bədbəxt olmayan şəxslər, yəni fasiqlər də ondan uzaqlaşdırılar. Ora yalnız ən bədbəxt şəxslər daxil olar. الَّذِي يُؤْتِي مَالَهُ يَتَزَكَّى. O kəs ki, paklanmaq və ruhunun kamala yetməsi üçün öz malını Allah yolunda verir. وَمَا لِأَحَدٍ عِندَهُ مِنْ نِعْمَةٍ تُجْزَى.
Və onun boynunda heç kəsin neməti və minnəti də yoxdur ki, bu onun mükafatı olsun. إلا ابتغاء وجه ربه الأعلى O ancaq özünün ən uca olan Rəbbinin razılığını qazanmaq üçün belə edər. ولسوف يرضى Və əlbəttə o, tezliklə axirətdə Haqqın sonsuz lütfləri ilə razı olacaqdır.